Çıxış Türkəçəran kənd orta məktəbinin şagirdləri. Buyursunlar. Başkanım, Allah halkınıza yar olsun. Valid səhərdən evdən çıxıb, artıq hava qaralır, hələ də gəlib çıxmayır, lap nigaranam. Ay ana, niyə nigaransan? Yəqin yoldaşları ilə vaxt keçirir. Harada olsa gəlib çıxar. Oğlum Valid, haralardasan? Gözüm yollarda qaldı. Bunlar kimdir? Nə olub? Narahat olma ana. Biz birlikdə vətən uğrunda gedən döyüşlərə çalışmışıq. Vətəni qorumağa gedirik. Ay bala, nə danışırsan? Nə vaxt? Oğlum, axı mən sənin toyunu görməyə arzulayıram. Elə danışma ana. Vətən müqəddəsdir. Onu qorumaq bizim borcumuzdur. Vətəndən pay olmaz. Vətəni xain düşmanlardan qorumalıyıq. Birdən qayıtmasam, şəhid olsam, Elə demə oğul, mən bu dərdə dözə bilmərəm. mən şəhid olsam bununla şərəf duyarım ana. Təki vətən sağ olsun. Ağlamasın analar, qara bağlamasın qız gəllər. Şən böyüsün körpələr. Bibi, bizlərə dua et. Özünüzdə Allah sizləri qorusun. Hər gün sizlərə, xalqınıza dua edərəm. Arxayın ol bala. Vaxtdır, biz getməliyik. Vətən bizi səsləyir. Anamdan müğayət ol, bacı. Qardaş, özündən müğayət ol. Anandan nigaran olma. Dualarımız sizinlədir. Narahat olmayın, validə göz qulaq olarıq. Qələbə sevincini birlikdə yaşayacağıq. İnşallah bala, Allah hər birinizi qorusun. Salamat qayıdın. Valid, deyəsən dayandılar. Dayanmayacaqlar. Çünki illərlə dayanacaqlar. Onları qalmaq, mərhəmət bilməyirlər. Amansızdırlar. Arxa olduq, didizdirdik, arxa olduq, arxamızda. Amansızdırlar bunlar. Ehtiyatlı olmalıyıq.
Artıq nəfəsim daralır. Bu dünyada xoşbəxt gedirəm. Bircə anamdan nigaranam. Bilirəm ki, yüzlərlə, minlərlə insan onu ana deyib bağrına basacaq. Təki vətən sağ olsun. Alo, salam. Bir neçə gündür ki, oğlumdan xəbər ala bilmirəm. Süleymanov Valid Rakifoğlu. Bəli, döyüşə çağırılmışdı. Valid, oğlum! Şəhidlər ölmür ki, qəlbdə yaşayır. Ruhuna hörmətlə olunur sükut. Ey şəhid anası, ağlama nə olar. Sil göz yaşlarını, başını dik tut. Sən elə qəhrəman böyükmüsən ki, millət fəxr edir oğlunla ana. Vətən üçün canından çəkən igidlər, torpağı bəxş edib Azərbaycana. Qürurla cəmiyyət